Salam, hər vaxtınız xeyir. Bugün təravətləndirici və dadlı içki olan limonlu limonad resepti paylaşacağam. Gəlin başlayaq. Hazırlayacağımız qaba 1 litr isti su əlavə edək. 1 ədəd limonu lazımsız hissələrindən ayırıram. Daha sonra isə limonun qabığını rəndələyirəm. Burada qızım mənə kömək edir. Limonu 2 hissəyə ayırıb suyunu sıxıram. Burada limon sıxan alətdən də istifadə etmək olar. Daha gözəl görüntü və aroması üçün 1 ədəd portağaldan da istifadə edirəm. Portağalı da eyni qaydada rəndələyib qarışımın üzərinə əlavə edirəm. Portağalın 1/4 hissəsini qarışıma əlavə edirəm. Möcüzəvi qarışımın üzərinə son ingrediyenti olan şəkər tozunu əlavə edirəm. Şəkər tozunun əriməsi üçün yaxşı qarışdıraq. Qalıqları süzgəclə süzürəm. Servis edəcəyimiz bardağın kənarlarını limon və ya portağal dilimi ilə nəmləndirib şəkər tozuna bulayaq. Mən təqdimatımı bu cür etdim. İstəsəz başqa təqdimatda da edə bilərsiniz. Budur, limonlu limonadım hazırdır. Yay günlərində sərinlənmək üçün əla bir seçimdir. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə bəyən butonuna basmağı və videonu öz yaxınlarınızla paylaşmağı unutmayın. Növbəti videoda görüşənədək hələlik.